Bu günləri evdə tahin hazırladıq, yəni küncüt pastası. Marketlərdə baha olan və tərkibində nə olduğunu bilmədiyimiz bir qarışımdır bu. Bunu evdə çox asanlıqla hazırlaya bilərsiniz. Bu nəyə xeyirdir? Ürək və damara, antioksidantdır, xolesterini təmizləyir, ürək-damar xəstəliklərinin riskini azaltır, sümüklər və dişlər üçün, boy artımı üçün, tərkibində kalsium var, maqnezium və fosforuna zəngindir, beyin üçün güclüdür, tərkibində B vitaminləri var, dəmir tərkibli olduğu üçün qan azlığına qarşı dəstək olur, qanı artırır, zülal var, uzun müddət tox saxlayır, dəri və saç üçün çox möhtəşəmdir, çünki tərkibində Y vitamini var. Bunu siz səhər-səhər balla da qarışdırıb yeyə bilərsiniz, tək də yeyə bilərsiniz, amma ən əsası odur ki, çox yemək olmaz. Bir xörək qaşığından artıq yemək olmaz. Kalorisi yüksək olduğu üçün həqiqətən də möhtəşəmdir. Bu qarışımı hazırlayıb siz də səhərlər yeyə bilərsiniz və uşaqlarınıza da verə bilərsiniz. Boy artımı üçün, sümüklər üçün möhtəşəmdir. Və bu nədir? Hormonlar üçün də çox yaxşıdır və arıqlamağa da kömək edir, şirniyyat hissini öldürür və xərçəng riskini azaltır. Ən əsası xərçəng riskini azaltır. Evdə hazırlayın. Bu möhtəşəm qarışımı siz də istifadə edin. Hər gün ya bir çay qaşığı ya da bir xörək qaşığı. Balla da qarışdırıb yeyə bilərsiniz bunu, pəkmezlə də qarışdırıb yeyə bilərsiniz.